Mərkəzdə belə bir şəxsi tikili 6 otaqlı həyət evi çəkib təqdim edirəm. Çox möhtəşəm qiymətdən təklif olunur. 2.4 sotda inşa olunub. Asfalt yolun üst kənarındadır. 100 metrliyindən metro işləyən marşrutlar hərəkət etməkdədir. Bir neçə marşrut özlü, bir marşrut yox. Evimiz şəxsi tikilidir. Bəzi daxildə əşyalar var ki, onlar götürüləcək. Ev sahibinin özünə məxsusdur. Təmir işləri həyata keçirilib yenidən və satışa çıxarılıb. Paket qutuçalı evdir, ev və torpaq qutuçalıdır dəyərli izləyicilər. Sağına, soluna, arxa tərəfindən keçid eləmək mümkündür. Sağ tərəfində də bu böyüklükdə məsafə var. Cizləmək keçid oradan qoyulub. Oranı da vaxt itirməmək üçün sizə göstərmirəm. Həyətyanı sahə bu qaydada dəyərli izləyicilər. Giriş qapısı uzaqdan idarə olunma sistemlə təchiz olunub. Əlavə piyadalar üçün kaletka qapı quraşdırılıb. Qazın, suyun, işığın fasiləsi olduğu ərazidir bu ərazi. Masazırda Qurtuluş 93 yaşayış kompleksinə çox yaxın bir məsafədə yerləşir. Kermogranit gördüyünüz hər bir yeri istipoldur. Burada şkaf üçün yerlər nəzərdə tutulub. Pürünçüslər vurulacaq və otaqlarda döşəmənin laklanması qalır. Girişdə sağla ilə başlayaq. Burada yerləşir belə bir sanitar qovşaq. Mərtəbə arası monolit betondur evin. 60-ın 60-a təməl üzərində inşa olunub. Möhtəşəm böyüklüyə sahib bir evdir. Təxminən 230-240 kvadrat metrlik bir sahəsi var. Girişdə sol hissədə yerləşir evin qonaq otağı. Hardasa 40-45 kvadrat metrlik bir qonaq otağı var. Otaqlarda dəyərli izləyicilər isidilmə radiator vasitəsilə təchiz olunur. Dəhlizdir, sanuzeldir. Bunlar istipoldur. Digər tərəfi ilə də mən sizə çöldən göstərmədim. 2 metrlik, 3 metrlik məsafə var. Bura evin qonaq otağıdır. Evdə uzun müddət yaşayış olub oturuşmuş evdir. Şəxsi ehtiyacları səbəbindən satılır. Evin qiymətini indi açıqlayım. 135.000 manatdan təklif olunur. Əla qiymətdir, əla qiymət. Bu qiymətdə 4 otaqlı evlər təklif olunur demək olar ki, buraya evin mətbəx sahəsidir. Bu əlavə əşyalar çıxarılacaq. Ev sahibinin özünə məxsusdur. Burada yerləşir ilk mərtəbənin yataq otağı. Qonaqlar üçün, yaşlı şəxslər üçün nəzərdə tutulub. Arxadan da 1,5 metr məsafə saxlanılıb hasarlar. Görürsünüz, təxminən 4-ün 5 ölçülərində 20 kvadrat metr var. Pilləkən məhəccərlərdə işlənəcək, pürünçüslərdə işlənəcək. Daha sonra döşəmənin laklanmasıdır. Onlar həyata keçiriləcək. Bir-iki xırda nüans var ki, onları nəzərinizə çatdıracağım. Burada yerləşir 4 otaq, hörmətli izləyicilər. Burada da əlavə əşyalar var. Bu otağı göstərimsə, buradakı əlavə əşyalar çıxarılacaq. Üst hissə mansard tiplidir, görürsünüz. Kifayət qədər böyük ölçüyə sahibdir. Burada mebel də yığılıb. Əşyalar götürüləcək. Bu otağın qapısı bağlıdır. Burada da ev sahibinə şəxsi əşyaları vardı deyə oranı göstərə bilmirəm sizə. Buradan eyvan sahəsinə çıxış var. Dəyərli izləyicilər, baxın. Yeni Saray restoranıdır. Mərkəzi yolla məsafəsini sizə göstərdim. Daha sonra burada belə bir yataq otağı yerləşir. Və burada növbəti yataq otağı. Evin qiyməti 135.000 manatdır real alıcılara. Endirim olunacaq. Paket qutuçalı dövlət ipotekasına yararlı şəxsi tikili bir evdir. Təcil olaraq satılır. Əlaqə saxlamağı unutmayın. Sağ olun, hələlik.